Bu video tənqidi video olacaq. Ona görə burada heç salamlaşmıram da, bir şey də demirəm də. Sadəcə sərt və dağıdıcı şəkildə iblisani məntiqdən istifadə edərək hər şeyi, hər kəsi, olan hər bir şeyi tənqid edəcəm. Tənqidimin məqsədi insanların biraz ağıllanmasını istəməkdir. Ağıllanmırlarsa da, anlamırlarsa da, başa düşmürlərsə də, bunun mənə heç bir əhəmiyyəti yoxdur. Çünki mən ilk addımı attım. Yəni, dəhşətli bir tənqid atəşinə tutulacaq. Hər şey, hamı, hər kəs təkcə həyatın özündən başqa. Yəni, təbiətin, kosmosun, planetlərin, varlıqların özündən başqa, yəni üstün pillədə olan varlıqlardan başqa hər şey tənqid atəşinə düşəcək. Ən çox da insanın yaratdığı, insanların özlərinə necə baxdığı, insanların özünü nə saydığı mənim tənqid atəşimə düşəcək. Atəşin altında bəlkə də məhv olacaq, ya 90%-in elədiyi kimi bu tənqidi heç cürə qəbul eləməyəcək, özünkü bilməyəcək, hesab edəcək ki, mən yalan danışıram, özümdən uydururam, yaxud da ki, bəzilərinin burada yazdıqları kimi mən başdan xarabam, psixoloji problemlərim var, dinsizəm, ateistəm və s. və s. Nə dediyimi anlamıram, sistematik bir şey demirəm, eyni şeyləri təkrarlayıram. Bax, bu cür düşünənlər üçün mənim tənqidim işə yaramayacaq. Əslində, mənə elə də maraqlı deyil, çünki mənə bu tənqidin hansı nəticələr gətirəcəyi maraqlı gəlsə, o zaman mən sərt bir şəkildə tənqid etmərəm və tənqid edəndə fokusumu, diqqət fokusumu müəyyən cümlələrə, müəyyən yerlərə, müəyyən insanlara yönəlmiş şəkildə edərəm. Amma mən bunu etməyəcəm və çalışacağım hər bir şeyi tənqid edeyim. Məsələn, burada ilk ondan başlayayım ki, burada bir post paylaşdım Van Gogh haqqında və insanlar öz cümlələrini yazdılar, öz düşüncələrini yazdılar və yazılanlara baxanda, şərhdə yazılana baxanda mən hiss edirəm ki, insan maddiyatçıdır. Və biri maddiyatçıdır, çünki pula fikrini yönəltdi. Qeyd elədiyim miqdara, rəqəmə 70 milyona fikrini yönəltdi. Yəni, Van Gogh'un rəsmi neçəyə satılmışdı. Digərisi də mənə məlumatlar verir. Sanki mənim bilmədiyim məlumatı mənə ötürməyə çalışır. Yəni, insanlar öz düşüncələrini yazdılar. Sadəcə mən bu düşüncələr altında nəyin olduğunu görürəm. Əgər bir insan bütün mətnin içində rəqəmi tapırsa və rəqəmə diqqətini yönəldirsə, deməli o maddiyatçıdır. Rəqəmlər, maddi faktlar, sübutlar onun üçün əhəmiyyətlidir. Və o qeyd edir ki, 70 milyonun faydalı bir şeyə xərcləmək olardı. İsa Peyğəmbər tələbələri ilə bir yerə gəlir, orada onu çox istəyən bir qadın olur. Bu qadın da bahalı ətrə bənzəyən bir yağı götürür, onun ayaqlarını tökür, ayaqlarını yuyur. İsa Peyğəmbəri satan həmin o Yahuda adlı bir şəxs də deyir ki, axı bu pulları, axı bunu satmaq olardı. Bu pulları da yaxşı bir şeyə xərcləmək olardı. Faydalı bir şeyə, çörək almaq lazımdır. Kommunizm yaratmaq lazımdır. İsa Peyğəmbər də deyir ki, o kasıblar, o acından ölənlər çox olacaq. Amma mən bir dəfə gəlirəm və bir dəfə gedirəm. Bir də gəlməyəcəm bura. Bu misalı dedim. Yəni, özünüz nə demək istədiyimi anladınız yəqin. Maddiyatın əhəmiyyəti yoxdur o qədərdir. İkinci insan isə məlumat verir. Məlumat verici tərəfi nəyi göstərir? Onun filosof olduğunu. Bəs bu insanlar haqqında nə deyir? Bu onu
o məlumatı mənə verir ki, insanlar məlumat yığmaqla məşğuldurlar. Ən çox da maraqlı məlumatlar. Çünki insanlar özlərini ensiklopediya hesab edir, kitabxana hesab edir. Əvvəl ensiklopediyalar var idi. Biz orada o məlumatları ən maraqlı, ən belə cəlbedici məlumatları alırdıq, mənimsəyirdik, qavrayırdıq və yaddaşımızda saxlayırdıq ki, digərlərinin qarşısında bu məlumatlarımızı nərd kimi ataq ki, onlar bizim nə dediyimizi anlasınlar və biz özümüzü ağıllı göstərə bilək. İndi sosial şəbəkələrdə bəzi postlar paylaşılır, insanlar oxuyur. Eyni ilə də internet vasitəsilə biz nə görürüksə qavrayırıq, mənimsəyirik, bunu paylaşırıq. Yəni fəlsəfə bizə fəlsəfi düşüncələri biz paylaşırıq, elə deyilmi? Amma fəlsəfəni dərindən yaşaya-yaşaya biz öyrənmirik. Öyrənə də bilmərik, çünki biz diqqətimizi buna yönəltmirik. Və mən 100 milyon dəfə bu kanalda insanlara başa saldım ki, fəlsəfənin əhəmiyyəti yoxdur və bu kanal fəlsəfi kanal deyil. Bu kanal məlumat paylayan, Wi-Fi-ya oxşayan bir kanal deyil. Bu kanal Google-a, süni intellektə, ChatGPT-yə yaxud da ki, internet axtarış bölümünə oxşamır. Yəni internet axtarış ruhsal bölümünə oxşamır. Burada siz heç bir ruhani məlumatı əldə edə bilməzsiniz. Ruhani məlumatlar haqqında danışanda, mistikadır, fəlsəfə haqqında danışanda mən səthi məlumat verirəm. Çünki bu kanal heç cürə fəlsəfəyə yönəlməyib. Mən bir filosof deyiləm və fəlsəfə haqqında da danışmıram. Lakin insanların çoxsu düşünür ki, sən bizə bu məlumatı ver, fəlsəfi məlumatı ver. Bizim intellekt saydığımız, özümüzü ağıllı bildiyimiz bax bu intellektə bir yemək ver, biz qidalanaq, mənimsəyək, qavrayaq, analiz eləyək, özümüzki sayaq, sonra bunu ya kiməsə göstərək, yaxud da ki, yaddaşımızda anlamsız, mənasız bir şeyə çevirib tullayaq bir qırağı. Bundan heç cürə də faydalanmayaq. Hansı biriniz oxuduğunuz fəlsəfi cümlə ilə bir iş görmüsünüz, faydalanmısınız? Hansı biriniz Senekanı, Aristotel'dir, Ciceron'dur, Mark Aureli'dir, nə bilim Platon'dur, Sokrat'dır, Aristotel'dir. Bunlardan birisindən əldə etdiyiniz cümlə, oxuduğunuz cümlə ilə bir iş gördünüz. Həyatda bu cür hərəkət elədiniz. Heç biriniz eləmədiniz. Bir şey öyrənirsinizsə də dərindən öyrənin. Sokrat sorğulama metodikası ilə hərəkət eləyirdi. Onun mən bilirəm ki, heç nə bilmirəm dediyi cümlə hər şeyə aiddir. O maksimanı dedi, maksima. Mən bilirəm ki, heç nə bilmirəm. Bu cümlədən sonra danışmağın anlamı da yoxdur. Nə deyəcəksən? Bilirsən ki, heç nə bilmirsən. Çünki bilə bilməyəcəksən. Belə bildiyin həqiqi və doğru olduğunu da bilmirsən. Yəni, mən dərindən danışanda, sizə deyəndə ki, dərinliyə gedin, insanlar anlamır, insanlar səthi baxırlar. Təbii, mən kör-kar, posta qeyd elədiyim kimi, maddiyyatın sinəsindən yapışmış və maddi dünyanın südünü südəmər körpə kimi əmən insanlardan danışmıram. Onları tənqid belə eləmirəm. Bəli, onlar məni çox zaman qıcıqlandırır, acıqlandırır. Amma hər dəfəsində yadımdadır ki, bunlar robotdur. Bunlar oyanmayıblar. Bunlar yatırlar. Nə qədər cahil, hiləgər bici olsalar belə, ruhsal anlamda, fərqindəlik, şuur anlamında yatıblar. Çünki fərqindəlik, ruhsallıq öz üzərində işləməklə başlayır. Peki, türklər demişkən, öz üzərində işləmək nə deməkdir? Qeyd eləmişəm videoda, o biri videolarda. Öz üzərində işləmək kim olduğunu, bunun necə işlədiyini bilməkdir. Anlayırsınızmı? İnsanlar, ona görə də insanlar nə ilə məşğuldur? Bir çox şeylə. İndi buna qayıdacağım, amma ilk onu qeyd edeyim ki,
Mən mətni yazdım, düzdür. İnsanlar mətnin içində olan anlamı görmürlər. Və çox insan mənə Qurandan yazır. Quran belə dedi, Quranı belə oxudum, belə oxudum. Siz mənim adi ədəbi üslubda yazdığım cümlələrin içində anlamı tapa bilmirsinizsə, o anlamı fərqinə vara bilmirsinizsə, bir nağıl oxuyub, bir hekayə, klassik ədəbiyyat əsərini oxuyub, oradan bir məna çıxarda bilmirsinizsə, orada vacib bir məlumatın içində olan gizli, daha da gizli, biraz daha gizli olan məlumatı sezib ortaya çıxarda bilmirsinizsə, necə Quran oxuyursunuz? Hə? Mən bilirəm siz necə oxuyursunuz. Siz Quranı konstitusiya kitabı kimi, cinayət məcəlləsi kimi oxuyursunuz. Siz Quranı şey kimi oxuyursunuz. Necə deyim? Qanunlar kitabı kimi. Burada belə yazıldı, burada belə yazıldı. Bunlar elə kitabdır ki, elə yazılıb ki, bir adam deyirdi ki, ustadına deyirdi ki, ustad, bu qədər hekayələr var da, balaca pritçalar, hekayələr. Deyir, niyə bunların 1000 dənə anlamı var? Niyə hərə bir anlamdan danışır? O da qayıtdı, dedi ki, ay bala, bunlar yemək kimidir, ruhani yeməkdir. Kimə nə lazımdırsa, kim nəyi qavrayırsa, o da onu çıxarda biləcək. Ona görə bu hekayələr, balaca hekayələr elə düzəldilib ki, bu nağıl formasında, fantaziya formasında elə qurulub ki, hər bir insan öz fərqindəlik bacarığına görə ondan bir şey qavraya bilsin, ondan bir şey mənimsəyə bilsin. Ən axmaq səfih belə, bir də ən müdrik belə bu hekayədən bir anlam çıxarda bilsin. Onun oxunun hara istiqamət göstərdiyinin fərqinə vara bilsin. Anlayırsınızmı? Yahudilərin Mistik Agada kitabında yazılıb ki, Allah Taala hər kəsə bir cürə gəldi. Məsələn, körpənin Allahı onun oyuncağıdır. Başa düşürsünüz? Körpənin Allahı onun oyuncağıdır. Çünki o oyuncağı sevir. Gənc bir insanın Allahı, məsələn, sevdiyi kişidir, yaxud da ki, sevdiyi qadındır. Qocanın Allahı başqa bir Allahdır. Biz hamının bir Allahı olmasına inanmağımızı, onları inandırmağı məcbur edə bilmərik. Bəli, Allah birdir, amma hərənin öz Allah obrazı var, öz qavrayışına görə, şuur səviyyəsinə görə, yaşına görə və s. Yəni, balaca bir uşaq üçün onun oyuncağı onun Allahıdır. Siz qayıdıb ona deyə bilməzsiniz ki, bu Allah deyil, sən bütpərəstlik edirsən, sən oyuncağı sevirsən. Bir insan var idi, Musa Peyğəmbər bir gün Allaha dua edirdi. Deyirdi ki, mənə bəndələrindən birini göstər. Yolda gedəndə qarşısına bir insan çıxdı. O da qayıdıb Allaha dua edirdi. Musa dedi ki, qulaq asım görün bu nə deyir. Deyir ki, ay Allah, deyir, sənin ayaqlarını yuyardım. Ay Allah, deyir, sənin saçını darıyardım, sənin paltarını yuyardım. Musa Peyğəmbər də dəli olur, qayıdır ona deyir ki, sən düzəməlli dua eləyə bilmirsən. Dua eləmək üçün bax, bir rükət namaz qılmalısan, belə eləməlisən, bunu eləməlisən, belə bu saatda durmalısan. Günəş batanda nizam-intizam olmalıdır. Və yoluna davam edir. Birdən-birə Allahın səsini eşidir. Allah Taala ona deyir ki, ay axmaq. O mənim ən çox sevdiyim bəndələrimdən biri idi. O öz qavrayışına görə mənə dua eləyirdi. Məni tanımağa çalışırdı, məni sevirdi. Sən isə səfehlik elədin. Musa Peyğəmbərin gözəlliyi ondadır ki, Musa Peyğəmbər öz səhvini başa düşdü. Görürsünüz, Quranda da Məhəmməd Peyğəmbər digər bu müdriklərdən nə ilə fərqlənir? Adi insan olduğunu etiraf eləməsi ilə. Yəni demir ki, mən qeyri-adiyəm, yaxud da ki, mən artıq
bir çox şey elədim. Bunu sonralar insanlar özləri yapışdırır. Çünki insan sevəndə sevdiyini bütləşdirməyə başlayır. Nə bilim, o belə bacarıqları var idi, belə idi, elə idi. Görürsünüz, orada surədə qeyd edilir ki, sənin yanına kör bir insan gəldi, sən isə onu rədd elədin. Hardan bilirsən? Cümləyə baxın. Hardan bilirsən? Bəlkə o faydalanacaqdı sənin dediklərindən. Bəlkə o dəyişəcəkdi, bəlkə o təmizlənəcəkdi. Görürsünüz? Yəni, Quran sizə göstərir ki, hətta bu kitabın nazil olduğu şəxsin qəlbi belə bir çox şeyi bilmir. Ona görə Peyğəmbər rəhmətə gedəndə Əbu Bakır çıxdı, dedi ki, Peyğəmbər öldü, rəhmətə getdi. Lakin Allah diridir və hər zaman var. Çünki o aydın insan idi, o insanlara başa salırdı ki, ay adamlar, cismani bir şeydən, bədəndən, öz gic-gic düşüncələrinizdən yapışmayın. Əbədi olanı, daima var olanı axtarın. Mən də sizə bunu deyirəm də, bu içinizdə əbədi olanı tapın. Bu dünya dəyişilən bir şeydir. Sizin oxuduğunuz kitablar da bir şey qavradıza, bir müddət sonra o başqa cürə qavranılacaq sizin üçün. Anlayırsınızmı? Və bu o demək deyil ki, sizin yaşınız artdıqca siz mükəmməlləşirsiniz, böyüyürsünüz, müdrikləşirsiniz. Xeyr, elə deyil. İnsanın yaşı artdıqca insan çirkinləşir. Egosu mürəkkəbləşir, çirkinləşir, paslaşır. Düşünməyin ki, qocalan insanların hamısı müdrikdir, yox. Qocalan insanların hardasa 95%'i hiləgərdir, bicdir, günahlarını örtbasdır edəndir, səhvlərindən danışmayandır, özlərini maksimum master şef səviyyəsində aldadan insanlardır. Başa düşürsünüz? Onlar sizə nəsihətlər verə bilər, nələrsə danışa bilər, amma siz unutmayın ki, bu ego ilə paslanmış egosu. Mən bədəndən də söhbət eləmirəm, amma bədən avtomatik qocalır. Əsas odur ki, buradakı zirzibil, o məsələn 60 yaşda çatanda, onun egosu o qədər paslaşır, o qədər daşlaşır, o qədər maddələşir ki, onun üçün ancaq bu qalır. Ona görə qoca insanların Allahı yoxdur. Qocaların yalnız keçmişdə reallaşdıra bilmədiyi ümidləri var, arzuları var. Onlar onlara baxırlar, ağlayırlar, göz yaş tökürlər və əzab çəkirlər. Və sizin də əzab çəkməyinizi istəyirlər. Amma bunu sizə etiraf eləmirlər. Başa düşürsünüz? 100% qocadan yalnız 5% bir müdriklüyə çatır, bir öz üzərində işləyib, nəsə qavrayıb. Digərləri ego suyla paslanıb. Anladınız mı? Yəni siz mətni oxuyanda bilməlisiniz nəyə oxuyursunuz. Bunun üçün də birinci nağılı götürün. Quran kitabına getməzdən əvvəl nağılı götürün. Bəhlul Danəndəni götürün. Nə bilim, o Molla Nəsrəddinin lətifələrini götürün. Götürün, oxuyun. Bu nə anlam deyir? Bu nə demək istəyir mənə? Ondan sonra keçərsiniz ora. Dini kitabları, qanuni kitablar kimi oxumayın. Burayla qavramağa çalışmayın. Mən hər zaman demişəm ki, burada iblis yaşayır. Neokorteks deyilən bir şeydir bu düşünmələr. Orayla baş verir. Sizin immunitet sisteminiz neokorteksi qəbul eləyə bilmir. Yad cisim kimi görür. Anlayırsınızmı? Bunu inkişaf elətdirin. Bunu inkişaf elətdirmək üçün də ürəyi, qəlb dediyimiz bir şey, qalb. Duyğuların, hisslərin, anlamların fərqində olmağı bacarmaq lazımdır. Götürün şeiri. Əgər siz şeiri, poeziyanı anlamırsınızsa, oradakı anlamı, duyğunu hiss eləmirsinizsə, heç zaman Quran kitabına və yaxud da ki, başqa şeylərə keçməyin. Bu birinci etap kimi də
Bu elə bil 5-ci sinifdir, Quran kitabı universitetdir. Sən bunu anlamırsan, sən ora tullanırsan. Nə qavrayacaqsan sən orada? Nə anlayacaqsın? Heç bir şey. Ancaq bu qocalar kimi, özündən razı insanlar kimi, əlində təsbih fırrada küçələrlə gəzəcəksən, amma ya da belə ciddi baxacaqsan, dualar oxuyacaqsan və düşünəcəksən ki, Allah məni qoruyur, mənim yanımdadır. Səfeylikdir bu. Sizə bir şey verməyəcək. Mən sizə bunu başa salıram ki, bu sizə bir şey verməyəcək. Namaz qılanda belə ciddi yanaşaraq bu olmur. Ciddiliyi siz öz üzərinizdə işləməyə yönəlməlisiniz. Buradakı işlərdə ciddilik göstərərək siz bir şeye gəlib çıxmayacaqsınız. Anlayırsınızmı? Mən nəyi başa salıram? Yəni, nəfsi təmizləmək üçün ciddilik lazımdır. İşləməlisiniz bunun üzərində. Amma ruhaniliklə ciddi məşğul olanda bu sizə heç bir şey verməyəcək. Əksinə sizi kobudlaşdıracaq, nəfsinizi, egonuzu artıracaq və siz düşünəcəksiniz ki, bunlar cəhənnəmlikdir, mən cənnətə gedəcəm, bunları öyrətmək lazımdır, bunları başa salmaq lazımdır. O gün, məsələn, mənim yanımda bir qadın oturmuşdu, onunla konfliktim düşdü, qoca qarıydı, qarı deyəcəm, qadın demək onu. Əlində təsbih fırladırdı və dua oxuyurdu. Anqırtısı hər yerə yayılmışdı. Təbii ki, onun cavabını verdim, nəysə insanların da cavabını verdim. Yəni, çünki haqlı olanda mən hər zaman baxıram. Haqlıyamsa mübarizə aparıram, haqsızamsa burada yəni şey deyil, kələm oturmayıb məndə burada. Yəni baxıram, ədalətli davranıram, haqsızam, vicdanlıyım və s. Çox insan bunu eləmir. Çox insan belə bir analiz aparmır öz içində. Mən haqlıyam, haqsızam, düzəm, düz deyiləm və s. Yəni görürsünüz, düşünmürlər insanlar, ciddiyə də almırlar. Onların ciddiyyəti yalnız anlıq davam edən bir şeydir. Bu qədər. Qadın, qarı da, yəni dua oxuyur. Bunu da fırladır. Bunu nəyə fırladırsınız siz? Hə? Sakitləşirsiniz. O neydi onun adı? Belə fırladırdılar. Təzə vaxt çıxmışdı. Belə bir şey. Spinner. Bunu fırladmağın yerinə spinneri fırladın da. Spinner bundan yaxşıdır. Spinner daha yaxşıdır. Daha yaxşı sakitləşdirəcək. Görürsünüz? Forma, rol, aktyorluq və biz düşünürük ki, biz bir şeyə gəlib çıxmışıq. Təbii ki, özümüzü rahat şəkildə adladırıq. İnsan dua eləyir, amma anqırır, qəzəblənir, özündən çıxır. Bəs Allah sənə demədimi ki, səbirli olmalısan, sabr edən dərviş muradını ermiş. Demədimi sənə? Görürsünüz? Yoxdur. Yəni insanlar cahildir, kordur, səfihdir. Belə bir şey deyim sizə, həm də bunu da deyim ki, məsələn, özümüzü tanımağa. Məsələn, qadınlar, Azərbaycanda yaşayan qadınlar bu baxımdan kişilərdən qat-qat artıqdır. Mən həqiqəti deyirəm, həqiqətin quluyam. Başqa şeyin qulu olmaq istəmirəm də. Baxın, qadınlar ən azından tarologiyadır, numerologiyadır, şuuraltı kodlamadır, şuuraltıdır, şuursuzluqdur, psixologiyadır. Belə şeylərlə öz məqsədləri üçün istifadə eləsələr də və yaxud da ki, maddi baxımdan baxsalar da, ən azından maraqlanırlar, ən azından bir şeyi qavramağa, anlamağa çalışırlar. Azərbaycanlı kişilər isə düşünür ki, mən işləyirəm, pul qazanıram və salam. Yəni, mən reallaşdım. Dünyaya bir uşaq gətirdim, o yaşayır, nəsə eləyir özü üçün, maşın aldım, evim var, mən reallaşdım. Yəni, sən şərqli olmursan, sən Azərbaycanlı olmursan, sən bir Avropalı olursan.
Carl Gustav Jung qeyd edirdi ki, Avropa necə maddi istəklə zəhərləndisə və öz mistik keçmişini unutdusa, ruhunu bir tərəfə atıb ancaq cismi seçdisə, eləcə də bu xəstəliyi hər bir yerə yayacaq. Görürsünüz, Hindistana da yaydı, Çinə də, Yaponiyada yaydı. Yaponiya çox ruhsal bir ölkə idi, amma indi orada robotlar ağalıq edir. Eyni Çində. Burada gəlib çıxıb. Bütün dünya belə vəziyyətdədir. Yəni, bu kişilər ruhaniliyi heç cürə inkişaf elətdirmirlər. Yəni, qadınlar ən azından bu bürclərlə də maraqlanır, astrologiya ilə maraqlanır. Məsələn, bütün bu şeylərdən mən 16 yaşım olanda maraqlanırdım. Çünki özümü tanımağa çalışırdım. Bürcdür, filandır, nə bilim, Pifagorun kvadratıdır, rəqəmlərdir, tali matrisası, nə bilim, 16 yaşım olanda maraqlanırdım bunlarla. Amma bunlar bunu eləmirlər. Görürsünüz, cahillikdir bu. Yəni, kişilər düşünür ki, məntiqlə bir şeyi qavrayırlar və özündən razılıq, bu qürur, özündən razılıq, özünə əminlik öz üzərində işləməyə, özünü dəf eləməyə, özünü dəyişməyə onlara imkan vermir. Həmçinin qadınlarda bir yaxşı xüsusiyyət də var ki, 1000 yaxşı xüsusiyyətin, 1000 pis xüsusiyyətin yanında qadınlarda bir yaxşı xüsusiyyət də var ki, onlar heç zaman digər qadınların alçalmasının, pis çıxmasının tərəfdarı deyirlər. Amma kişilər o qədər səfehdilər ki, kişiləri alçaldırlar, qınıyırlar. Heç bir kişi qadınla mübahisə eləyəndə gəlib kişinin yanında durmur. Anlayırsınızmı? Yəni, bizlər öz cinsimizə qarşı ədalətsiz davranırıq. O qədər nəfsimiz bizi yeyib ki, biz düşünürük ki, pul qazanmaqla, bahalı telefon alıb qulağıma nauşnik taxmaqla mən buramda bir şey olmaqla mən böyük bir şeyəm. Qutardı mənim işim. Yəni, nə kitab oxuyacağım, ya idmana da gedəcəm ki, bədənimi gücləndirim o birlərə görə. O birlər mənə baxsınlar, məndən qorxsunlar. Niyyətin hara? Nə deyirlər ona? Mənzilin ora, niyyətin hara? Yəni, niyyət əsasdır da. Sən bu idmanla nəyə görə məşğulsan? Digərləri baxsın deyə. Uşaqlıqdan olsa bizi öyrədiblər buna. Elə ki, digərləri sənə baxsın. Mən sizə deyirəm ki, bax, bu cəmiyyətdə insanlar biologiya tərəfindən, instinktlər tərəfindən idarə edildiyinin fərqinə varmırlar. Məsələn, qadınlar normal, vicdanlı, alicənab kişiləri sevmir. Onlar psixopatiya meyilli, narsist, başdan xarab kişiləri sevir və can yandırırlar onlardan ötürü. Ölürlər. O kişiləri sevirlər, ölürlər onlardan ötürü. Onlarla olmaq istəyirlər. Narsist, egoist kişiləri sevirlər. Niyə görə? Çünki bu biologiya belədir. Biologiyası ona deyir ki, bax, bu erkək dominant bir erkəkdir. Sənin ondan yaxşı uşağın dünyaya gələcək. Yəni, qadını emosiyaları, duyğuları, instinktləri idarə edir. Rasional düşüncəsi, vicdanı yox. Təbii ki, burada 90% qadından söhbət gedir, 10%-i çıxıram. Bu 10% öz üzərində işləyən bir, ən azından qavramağa çalışandır. Digərlərinin emosiyaları, instinktləri idarə edir. Ona görə qadın sənə deyir ki, mən səni sevirəm. 2 aydan sonra çıxır gedir. Deyirsən, niyə? Başqa səbəbləri çıxardır. Amma sən başa düşməlisən ki, emosiyalar yoxdur. İnsanlar, bir çox qadın kişi emosiyalardan asılıdır. Kişi qadına qarşı ehtiras hiss eləyir, deyir, sevirəm. Ehtiras yoxdur, çıxır gedir. Adamlar düşünür ki, bir çox qadının dalıyca qaçan kişi sanki güclü kişi. Yox. O cinsiyyətinin köləsidir. Amma toplum ona demir, ha, sən cinsiyyətin köləsisin. Anlamır. Gedir vəzifəyə, evlənir. Burada da 3-4 dənə sevgili tapır özünə, vaxtını keçirdir. Çünki kişilərin
özünü yaxşı hiss etməsi nədən asılıdır? Bunu qadınlara sübut eləməsindən asılıdır. Qadınlar məni sevirsə, bərabərdir, mən yaxşıyam, mən özümü sevirəm. Və fərqi yoxdur, qadın ona desə ki, sən alçaqlıq eləməlisən ki, mən səni sevim, o gedib o alçaqlığı eləyəcək. Başa düşürsünüz? Yəni, qadınlar normal kişilər sevmirlər. Biyologiya ona deyir ki, bu dominant bir erkəkdir. Bu egoistdir, narsistdir, amma dominantdır. Sən onu sevməlisən, ölməlisən ondan ötürü. Canını verməlisən, gedib onunla olmalısın. Və qadın da ona görə ömrü boyu elə kişiləri yadından çıxartmır. Yəni, ona fikir verməyən, onu zibil yerinə qoyan kişiləri qadınlar yadından çıxartmırlar. Amma onu sevən, ürəyini verən, yəni veclərinə damırlar. Yaxud da ki, maddi baxırlar, onlar daha da egoist qadınlardır. Yəni ki, bundan bunu əldə edeyim, ondan onu əldə edeyim. 2000-ci ildən sonra doğulan insanlarda görürsünüz ki, bir-birinə qarşı sevgi yoxdur. Sevgi nədir? Təmkinlidir, səbirdir, bir-birini anlamaqdır, elə deyilmi? Yoxdur. Mən emosiyalar hiss eləyirəm? Yox. Bu mənə iPhone ala biləcək? Maddi tələbatlarımı örtə biləcək? Yox. Onda mən çıxıb gedirəm. Belə düşünür. İndiki 2000-ci ildən sonra doğulan qadınlar, kişilər. Görürsünüz? Özlərindən razılıq onlarda var. Məsələn, balaca uşaq da avtobusda oturur. Biz qocalar elə qudurdular ki, bu uşaqları. Onlar otururlar. Uşaq düşünmür belə ki, mən kiməsə yol verim. Yerindən belə durmur. Çünki qocalar qudurdu bunu. Ay mənim nəvəmdir. Çünki onlar şüur altında düşünür ki, bu mənim nəvəmə oxşayır, qoy otursun. Bu mənim nəvəm kimidir, qoy otursun. Görürsünüz, mən altdan çıxardıb deyirəm bunları, anlamları. Mənim nəvəm kimidir, mənim uşağım kimidir, otursun. Nədənsə insanlar get-gedə uşaqları üstündə, nəvələri üstündə çox əsirlər. Həmin o qadın var idi, Instagramda videoda çıxdı şeylədi belə. Qoca qadındır, darvazadan belə yapışıb ki, mənim əskər oğlum oradadır, bıraxın məni. Bu qadını nə idarə eləyirdi bu qoca qadını? Hə? Ki o başını itirib, çıxıb darvazanın üstünə, darvazanı belə-belə sındırır ki, mənim oğlum, məni bıraxın oğlumun yanı. Nə? Sevgi mi? Oğlunu mu sevir? Yox. İnstinktlər, həyəcan, qorxu, təşviş. Və qadın başını itirir. Çünki qadınlarda, kişilərdə belə bir şey var ki, mən nə hiss eləsəm də özümü aparmağı bacarmalıyam da. Yəni, burada. Çünki belə tərbiyə edilirlər. Sistem belə öyrədir. Məsələn, sən qorxsan belə qayda qanundan çıxmamalısan. Amma qadınlarda belə sosial-ictimai davranış paternləri yoxdur deyə görürsünüz. Qoca arvaddır, başqa vaxtı bəlkə də heç ora stolun üstünə çıxmaz, amma burada çıxıb darvazanın başını belə-belə sındırır. Oğlunu tələb edir. Kənardan baxıb demək olar ki, sevgidir. Sevgi deyil, acizlikdir, asıllıqdır. Emosiyalardır, duyğulardır. Bunlardır qadınları idarə edən. Bundan üstün olan qadınlar təbii ki, çox azdır. Qalanlar da kimlərdir? Şeylər. Ya ruhanidir, yaxud da ki, iblisani məntiqlə, yəni əldə etmək düşüncəsi ilə hərəkət edən qadınlardır. Başa düşürsünüz. Ən pisi də odur ki, insanlara deyirsəniz ki, səni biologiya idarə edir. Səni instinktlərin, şəhvətin, ehtirasın idarə edir. Sən buna qalib gəlməlisən. İnsanlar deyir, yox, sən nə danışırsan? Sən düz demirsən. Başa düşürsünüz. Adamlar belə gündədir. Məsələn, bəzi insanlar var ki, onlar sistemi dəyişmək istəyir. Tənqid edirlər də, bu YouTube'da görürsünüz. Bu belə elədi, bu vəzifəli belə elədi. O qammaza çatdırmaq istəyirəm ki, bu insanların özləri kordular, kardılar. Və sən özün də korsan, karsan ki, sən düşünürsən ki, korlar, karlar bir dəyişiklik eləyəndə gözləri açıq olan, qulağı eşidən birisini qoyacaqlar ora. Korlar, karlar dəyişiklik eləyəndə özləri kimi koru və karı qoyacaqlar da hansısa vəzifəyə. Sən anlamırsanmı bunu? Çünki sən özün də korsan və karsan.
Başa düşürsünüz? Acıq yaradırlar. Kin, nifrət, nə bilim, məlumatlar paylaşırlar. Sistemdə görürsünüz, iblisani sistemdə sıxır. 10 qəpiyi artırırlar, bunu artırırlar, onu artırırlar. Və insanları nə edirlər? İnsanları maddi dünyadan qorxmağa çağırırlar və məqsədlərinə də nail olurlar. Siz daha çox maddi dünyadan yapışırsınız. Daha çox maaşınızı, keyfinizi, nə yeyəcəyinizi, necə olacağınızı düşünürsünüz. Ay mən necə olacağım, balam necə olacaq, ailəm necə olacaq. Digər insanları düşünürsünüz. Olar. Gedin. Ailəm necə olacaq? Və beləcə sistem sizi sıxır boğazınızdan, tutur belə, boğazınızdan tutub, bax mən necə belə tutub boğazınızdan, siz də nəfəsiniz çatmır, boğulursunuz. Bax belə bir cəfəngiyyatın içindəsiniz siz. Burada özünü ruhani sayanlar var, mənə şərh yazanlar var, sağ olsunlar. Amma əgər siz bu videolara baxıb bir şey eləmirsinizsə, boş-boşuna baxmayın. Məlumatlar yığmaq lazım deyil. Mən yeni şeyləri demirəm. Əgər özünü dərk eləmirsənsə, elə belə qulaq asırsansa, baxma. Lazım deyil. Anlayırsınızmı? Mən blogerlik eləmirəm. Mən çalışıram ki, bir fayda verim. Həqiqi fayda da içdən, içə gedib özünü dərk eləməklə başlayır. Gic-gic adamlar mənə məntiqli cümlələr yazır. Ay nə bilim, bu belədir gəldi, bu belə oldu, belə oldu. Siz mənə nəyi sübut eləməyə çalışırsınız? Ağıllı olduğunuzu. Qəbul edirəm, ağıllısınız, hiləgərsiniz, biçsiz. Məndən maddi baxımdan qat-qat burada işlər görmüş insansınız. Amma siz özünüzü tanımırsınız. Bax, belə bir tənqid oldu. Yaradı mı bu insanlara mənim tənqidim? İnsanlar maddiyatdan yapışmağa davam edir. Puldur, mənzildir. Biz uşağı, yazı uşağın başına soxuruq. Düzdür, biz ona maraqlı şeylər öyrətməliyik. Amma o özü öyrənməlidir. Biz ona deyəndə ki, pul qazan, həm də ki, pulsuz xoşbəxt olan insanların haqqında da danışmalıyıq. Biz uşağı bir dilemmanın içinə soxub, orada onun düşüncələrinin məhz orada kök salmasının tərəfdarı olmamalıyıq. Onu özümüzə çevirməməliyik. Öz səhvlərimizi, günahlarımızı onun üstünə atmamalıyıq. Amma valideynlər elə eləyir. Yaşanmamış kar